R0 bölünsün R0 bərabər edirik. Alfa vurulsun delta T hasilinə. Yəni dediyimiz cümlənin bərabərlik deyirsiniz, düstur deyirsiniz. Yəni, bu formada ifadəsidir. Biz təmiz metallar üçün alfanın qiymətinin sıfırdan böyük olduğunu qeyd etsək, belə bir ifadə yaza bilərik. Bunu da qeyd edirəm ki, bəzən məsələlər olar, sizin üçün lazım olar deyə qeyd edirəm. Qaldı son olaraq xüsusi müqavimətlə bağlı olan nüans və böhran temperaturu, ifrat keçiricilik hadisəsi, ifrat keçiricilər. Biz dedik ki, müqavimət temperaturdan düz asılıdır. Xüsusi müqavimət rho hərfi ilə işarə olunur və xüsusi müqavimətin BSD vahidi 10 vurulsun metrə bərabərdir. Sizin test topunuzda belə bir sual da var. 2 dənə ard-arda sual olmalıdır. Xüsusi müqavimətin naqilin uzunluğundan və en kəsiyin sayısından asılılığı asılı olmayacaq. Nə metal naqilin uzunluğundan, nə də S en kəsiyinin sahəsindən. Xüsusi müqavimət üçün düstur yazsaq, rho bərabərdir. Rho 0 vurulsun 1 plus alfa T şəklində yazacağam və yaxud da ki, rho 0 vurulsun 1 plus alfa vurulsun delta T şəklində ifadə etmiş olacaq. Belə deyək də, biz metalların temperaturunu, müqavimətin asılılığı, xüsusi müqavimətin asılılığı qeyd etdik. Bir dənə bunun da, bu xüsusi müqavimətin də temperaturdan asıllığını qeyd edək. Eyni birəbir, eyni asıllıq olacaq. Sadəcə olaraq R yox, rho 0. Qeyd edək ki, rho müəyyən temperaturdakı xüsusi müqavimətdir. Rho 0 da 0 Selsi və yaxud da ki, 273 Kelvindəki müqavimət xüsusi müqavimət olmuş olacaq. Xüsusi sözün belə deyək də, xüsusilə vurğulayıram ki, yadınızdan çıxmasın və qarışdırmayasınız. Və biz bir cihaz adı ilə tanış olacağıq, tək bir cihaz adı ilə. Bu da adlanır müqavimət termometri. Görək müqavimət termometri nədir? Belə bir sual yarana bilər ki, termometr məhz belə deyək də, nəyi ölçmək üçün istifadə olunur? Temperaturu ölçmək üçün istifadə olunur. Bəs müqavimət niyə məhz burada biz müqavimət temperaturu deyirik? Metalların müqavimətinin temperaturdan asıllığını xarakterizə etmək üçün. Yəni biz istifadə edirik bu cihazlardan və saf metallardan hazırlanır müqavimət termometrləri. Çox yüksək və çox aşağı temperaturları ölçməyə imkan verir. Yəni metallarda biz tanış olacağımız bir cihaz var idi ki, o da müqavimət termometri adlanan bir cihaz oldu. Metallardan, yəni yarım keçiricilərdən fərqli olaraq, metallardan, belə deyək də, metallarla müqayisə edəcək yarım keçiricilər olan bölməni, yarım keçiricilərdə çoxdur cihaz adları. Var termistor, rezistor, fotorezistor, bu kimi, amma bir dənə metallarda biz adını çəkirik müqavimət termometrinin. Bir də Sevon düsturu ilə bağlı bir nüans izah edəcəm sizə sonda. Ona aid də məsələ var test topusunda. Gəlin baxaq görək. Hansı hissə qaldı? Metallarla bağlı olan nüanslara qeyd etmədiyimiz çox aşağı temperaturlar var ki, yəni temperaturun qiyməti azalır. Bu da müqavimətin sırayla sıfıra qədər azalmasını gətirib çıxarır və belə deyək də, yenə temperaturun azalması ilə metallara aid olan bir effektdir bu da. Temperaturun azalması da müqavimətin qiymətinin sırayla sıfıra qədər azalması. Məsələn, Niderland alimi apardığı araşdırmalarda civənin 4,15 Kelvində müqavimətinin sırayla sıfıra qədər azaldığını müşahidə etmişdi. Yəni metallarda bu xassəyə olduğunu müəyyən etmişdi. Biz naqilin elektrik müqavimətinin sıfıra qədər azaldığı temperatura deyirik böhran temperaturu. Yeni bir anlayışla tanış oluruq bu bölmədə də. Böhran temperaturu nəyə deyildi? Böhran temperaturu naqilin elektrik müqavimətinin sırayla sıfıra qədər azaldığı temperatur adlanacaqdır. Böhran temperaturu. Ondan aşağı temperaturda olan keçiricilik isə adlanacaqdır ifrat keçiricilik hadisəsi. İfrat keçiricilərin müqaviməti, temperaturdan asılılıq o qədər qəribə və fərqli bir qrafikdir ki, bunu variantlardan seçməmək mümkün deyil. Qarmaqvari və yaxud da ki, oraqvari qrafik adlandırılır. Bu nöqtə isə TB-yə uyğundur. Sual verə bilərsiniz ki, TB nədir? TB də böhran, böyük T nədir? Temperaturdur. İndeksində B hərfi olması böhran temperaturu olduğunu vurğular. Yəni qrafikin o hissəsinə uyğun olan qiymət böhran temperaturunun qiymətinə uyğundur. Bu qədər. Bir də qaldı nə? Ümumiyyətlə, elektrik cərəyanının olub-olmaması 3 əsas təsirə görə müşahidə olunur. Bu təsirlər nələrdir? İstilik təsiri, maqnit təsiri, bir də kimyəvi təsir. İstilik təsiri, maqnit təsiri
bir də kimyəvi təsir. Metallarda, məsələn, tutaq ki, biz deyirik ki, elektrik cəryanı olub-olmamasını hansı təsirlərə görə, ümumi sual versəm ki, elektrik cəryanı olub-olmaması hansı təsirlərə görə müşahidə olunur? İstilik təsiri, maqnit təsir, kimyəvi təsir. Metallarda elektrik cəryanının olub-olmaması 1, 2, 3 kimi qeyd eləmişəm. İstilik təsiri, bir də maqnit təsirlə müşahidə olunacaq. Yəni kimyəvi təsir metallara aid olmayacaq. Belə yazıb baxın, bu formada konspektləşdirə bilərsiniz. 1-2 aiddir, metallara 3 aid deyil. İfrat keçiricilərdə isə, ümumiyyətlə ifrat keçiricilərdən, ifrat keçirici maddələrdən, ifrat keçiricilər adlandırırıq da biz bunu. İfrat keçiricilərdən elektrik cəryanı keçərkən istilik miqdarı ayrılmır. Yəni Q istilik miqdarı ifrat keçiricilərdə ayrılmır. Elektrik cəryanı keçərkən ifrat keçiricilərdə yalnız və yalnız maqnit təsiri müşahidə olunur olacaq. Bu test toplunuzdakı suallardandır. Yəni ifrat keçiricilərdən cəryan keçərkən yalnız və yalnız maqnit təsiri müşahidə olunmuş olacaq. Son olaraq son bir qeyddə deyirəm. Seven düsturu biz qeyd etmişdik. I bərabərdir. Seven düsturu adlandırdığımız dedik ki, Y elementar yükdür, N konsentrasiyadır, elektronların konsentrasiyasıdır, S N kəsin sayısıdır, Y isə elementar yükdür, V də qeyd etdiyimiz kimi sürətdir, yəni elektronların sürətidir. Biz burada tutaq ki, S-in yerinə bəzi düsturları əvəz edə bilərik. Bunlardan biri pi kvadratıdır, biri isə pd kvadratı bölünsün 4-dür. Sizin test topunuzda ya 1 ya 2, 1 və yaxud da ki 2 sual bununla bağlıdır. Deyir ki, məsələn, radiusun qiymətini falan qədər artıranda i necə dəyişir və yaxud v necə dəyişir və yaxud da ki, asıllığı verəcək, diametrləri verəcək ki, tutaq ki, metal naqilin diametri D2 bərabərdir 4 D1-ə. Yəni, ikinci naqil ikinci naqilin diametri birincinin diametrindən 4 dəfə çoxdur. Yəni, belə bir asıllıq qursaz, bu bərabərlərdən istifadə edə bilərsiniz. Gətirib birini əvəz eləsək yerində i bərabərdir pi kvadratı vurulsun, s-in yerinə pi kvadratı yazsaq, vurulsun y, vurulsun v, vurulsun e. Belə bir formada düstur, yəni bu əvəz etmə. Əsas düsturumuz bizim budur. Digərləri isə necə alınır? Əvəz etmədən alınır.